dediklərimin hamısını bugün də eləyə bilərsiniz, zamanla da eləyə bilərsiniz. Sizin də düzdür, ilk deyirsiniz. Çünki deyirsiniz ki, hardasa nə vaxtsa botoks, bir tək botoks elətdirmişsiniz, düzdür? Yəni biyo da eləmişsiniz, yəni bilirsiniz də bu prosedurları. Biyonu nə vaxt eləmişsiniz? Çoxdan eləmişəm, çoxdan da. Effektini gördünüz? Neçədən elədiniz? Bir dənə? Yox, 3 dənə elədiniz. Adını bilmirsiniz nə etdiyiniz biyonu? Bir 2 il var eləmişsiniz. Ha, çoxdan olub. Mütləq lazımdır. Yəni 40 yaşa görə üzünüz mənim xoşuma gəlmədi. Mən bunu sizə deməliyəm. Mən sizə kompleksə salmıram. Sadəcə olaraq gördüyümü deməliyəm. Və mən məsləhət görürəm ki, ən azından bu dediklərimi eləyin. Burada çox bir şey yox. Bu birinci addımdır, ilk addımdır. Siz çox fresh, çox tərabətli, heç məsələm deyir, amma imkan yoxdursa, heç biyo 5 nöqtə də eləməsə, bu 3 qram dolğunu elə gyaluron özü üzü belə nəmləndirir, qəşəng parıldadır və lifting verir. Yəni gyaluronun özü. Bax, sizə gicgah dolğusu lazımdır, ən azından deyirəm. Yaxşı yazıram. Yanağın bərpası lazımdır, mütləq. Və bu ağız ətrafı lazımdır sizə mütləq. Eləməlisiniz bunu. 0,5 dodağı məsləhət görürəm. Heç nə görsənməyəcək. Ancaq sadəcə olaraq istəyərdim ki, dodağın rəngi üstünə gəlsin. Çox solmuşdu. Vəssalam, bir də bugün sizə botoks edirəm. Yaşda 40-dır. Bunları yazıram. Bugün bir tək botoks edirəm. Üstəgəl qoyuram. Bu qalanları isə burada var. Evdə bir baxarsınız, məsləhət eləyərsiniz, zəng eləyərsiniz. Qızlar sizə hər şey baş salacaqlar. Və bunları da edərik. Yaxşı.